Deməli, Azərbaycanda yaxşı bir hadisə baş verib. İstəyirəm sizlərlə paylaşım. Sizin hər birinizə lazım olacaq bir məlumatdır. Və demək olar ki, bəlkə də Azərbaycanda bu ilk dəfədir ki, baş verir. Azərbaycanda məhkəmə bankı cərmələyib. Niyə cərmələyib? Nərimanov rayon məhkəməsi bank sirrinin pozulması ilə bağlı vətəndaşın iddiasını təmin edib. Qafqazifon xəbərinə görə qətnaməyə əsasən bank müştərinin hüquqlarını pozduğuna görə ona mənəvi zərərin əvəzi kimi kompensasiya ödəyəcək. Mənəvi zərərin əvəzi kimi kompensasiyanı niyə ödəyəcək bank vətəndaşa? Məsələnin ən vacib tərəfi də elə buradadır. İş materiallarına görə bank tərəfindən müştərinin gecikmiş kredit borcu ilə bağlı məlumatlar onun razılığı olmadan qohumlarına ötürülüb. Məhkəmə hesab edib ki, şəxsin bankda gecikmiş kredit borcunun olması bank sirri olmaqla yanaşı həm də onun şəxsi həyatına aid məlumatdır və bu məlumatlar müştərinin razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz. Yəni, bir vətəndaşın banka gecikmiş kredit borcu varsa və buna görə bank həmin insanın qohumlarına, tanışlarına zəng edirsə, bu artıq qanun pozuntusudur. Yəni, kredit borcu olan vətəndaşlar, xüsusilə də bu məqama diqqət edin. Əgər sizin kredit borcunuz varsa və bununla bağlı olaraq bank sizin icazəniz olmadan qohumlarınıza, tanışlarınıza zəng edib bu haqda məlumat verirsə, bu sizin hüquqlarınızın pozulması deməkdir. Bu bank sirrinin vətəndaşın şəxsi məlumatlarının paylaşılması deməkdir. Bu da qanunla qadağandır və belə bir halla rastlaşsanız, çox rahatlıqla artıq həmin bankı və yaxud da kredit təşkilatını məhkəməyə verərək təzminat tələb edə bilərsiniz. Xüsusi olaraq qeyd edirəm ki, bu sizin razılığınız olmadan telefonunuzda olan şəxslərin adlarına, dostlarınıza, tanışlarınıza, qohumlarınıza sizin banka kredit borcunuzun olması haqqında məlumatın verilməsi sizin hüquqlarınızın bank tərəfindən pozulması deməkdir. Və kredit borcunuz barədə qohumlarınıza, tanışlarınıza bank məlumat versə, o zaman məhkəməyə müraciət edib şikayət edə bilərsiniz.